Allah hansı kitabda doğruları deyib? İncildə yoxsa Quranda? Sona qədər dinləyək və doğrunu tapaq. 11 şagird Qalileyaya, İsa'nın onlara təyin etdiyi dağa getdi. İsa'nı gördükdə ona səcdə qıldılar. Bəzisi isə şübhə elədi. İsa yaxınlaşıb onlara dedi: Göydə və yer üzündə bütün səlahiyyət mənə verilmişdir. Beləliklə gedin, bütün millətləri mənim şagirdim edin. Onları ata, oğul və müqəddəs ruh adı ilə vəftiz edin. Sizə əmr etdiyim hər şeyə riayət etməyi onlara öyrədin. Budur, mən dövrün sonuna qədər hər gün sizinliyəm. Səmavi padişahlığın bu müjdəsi bütün millətlərə şəhadət olmaq üçün bütün dünyada vəz ediləcək. O zaman hər şeyin axırı gələcək. İsa şagirdlərinə dedi: Dünyanın hər tərəfinə gedin, bütün yaradılışa müjdəni vəz edin. İman edib vəftiz olan kəs xilas olacaq, iman etməyən isə məhkum olacaq. Mələk onlara dedi: Qorxmayın, mən sizə bütün xalqı çox sevindirəcək bir müjdə gətirmişəm. Bugün Davudun şəhərində sizin üçün xilaskar doğuldu. Bu, Rəbb Məsihdir. Yerusəlimdən başlayaraq bütün millətlərə günahların bağışlanması üçün tövbə onun adı ilə vəz edilməlidir. Siz bu hadisələrin şahidisiniz. Bu, həqiqi nuru idi və dünyaya gələrək hər bir insanı işıqlandırırdı. O, dünyada idi. Dünya onun vasitəsilə yarandı. Amma dünya onu tanımadı. Çünki Allah dünyanı elə sevdi ki, vahid oğlunu verdi. Bunu ona görə etdi ki, ona iman edən hər kəs həlak olmasın, amma əbədi həyata malik olsun. Allah dünyanı mühakimə etmək üçün deyil, oğlunun vasitəsilə xilas etmək üçün onu dünyaya göndərdi. Onlar qadına deyirdi: Biz artıq sənin sözlərinə görə iman eləmirik. Elə özümüz də eşidib bildik ki, həqiqətən dünyanın xilaskarı budur. Amma müqəddəs ruh üzərinizə enəndə siz qüvvə alacaqsınız və Yerusəlimdə, bütün Yəhudiya və Samariyada, həmçinin yer üzünün qurtaracağına dək hər yerdə mənim şahidlərim olacaqsınız. Timoteyə 1-ci məktub 2-ci fəsil. Hər şeydən əvvəl xahiş eləyirəm, möminlik və ləyaqətlə sakit və rahat ömür sürməyimiz üçün bütün insanlar, o cümlədən padişahlar və hakimiyyət sahibi olanların hamısı üçün yalvarış, dua, vəsatət və şükürlər edilsin. Çünki bu yaxşıdır və xilaskarımız Allahı razı salır. O, bütün insanların xilas olub həqiqəti dərk etməsini istəyir. Çünki bir Allah və Allahla insanlar arasında bir vasitəçi vardır. O, insan olan Məsih İsa'dır. Bunlar İncildə olduğu halda, Allah İsa'nı seçdiyi halda, nədən Muhammədi də göndərib yeni din və bunlara ziddiyyətli ayələr indirir? İndi isə İncilə zidd olan Quran ayələrini dinləyək. İsa'ya dediyinin birətli ziddiyyətini də Muhammədə deyir. Səba surəsi 28-ci ayə. Biz səni bütün insanlara müjdə verən və xəbərdarlıq edən bir peyğəmbər kimi göndərdik. Lakin insanların çoxu bunu bilmir. Əl-Qələm surəsi 52-ci ayə. Halbuki bu Quran aləmlər üçün öyüd nəsihətdən başqa bir şey deyildir. Yusuf surəsi 104-cü ayə.
Sən ki bunun əvəzinə onlardan bir mükafat istəmirsən, bu Quran aləmlərə üçün ancaq bir öyüd, nəsiyyətdir. Əl-Ənbiya surəsi 107-ci ayə. Səni də aləmlərə ancaq bir rəhmət olaraq göndərdik. İbrahim surəsi 52-ci ayə. Bu Quran insanlar üçün bir bildirişdir. Qoy onunla həm qorxsunlar, həm də Allahın tək ilah olduğunu bilsinlər, həm də ağıl sahibləri düşünüb ibrət alsınlar. Əl-Nəhl surəsi 44-cü ayə. Biz onları aydın dəlillər və kitablarla göndərdik. Sənə də zikri nazil etdik ki, insanlara onlara nazil olana izah edəsən və bəlkə onlar fikirləşsinlər. Əl-Furqan surəsi 1-ci ayə. Aləmləri xəbərdar etməsindən ötürü öz quluna Furqanı nazil edən Allah necə də xeyirxahdır. Ali İmran surəsi 138-ci ayə. Bu, insanlar üçün bir açıqlama, doğru yolu göstərən rəhbər və öyüd nəsiyyətdir. İndi mən hansını əvvəl etsəm doğru yol gedənlərdən olaram? İsa'ya əmr olunanlara, yoxsa Muhammedə əmr olunanlara? Bu kimi məlumatları bilmək istəyirsənsə, kanalı abunə olub bəyənib paylaşmağı unutma.